Qadınlar sadəcə uşaq doğmaq istəyir. Soruşsan niyə görə cavabını tapa bilməyəcək. Instagramda Potensialist adıyla bir iqtisadiyyat üzrə ixtisaslaşmış mütəxəssis, belə deyim, ailə məişət və digər Azərbaycana olan aid münasibətlər, bunlar haqqında niyə danışır? Uğur qazanmaq istəyirsinizsə, sizə maraqlı olan mövzular barədə danışın. Və çox da veciniz almayın başqa şey. Nə keyfiyyətli kamera, nə super montaj işinə lazım deyil. Sadəcə nəyi sevirsinizsə, bu barədə danışın. Onda uğur qazanacaqsınız sosial mediada. Səmimi olun, özünüz olun. Niyəsə görə evlilikdən, ailədən, boşanmadan, ər-arvad münasibətindən danışan orta yaş kişilərin bir çoxu boşanandan sonra bunun haqqında danışır. Keyfiyyətli münasibət qurmaq çox vacibdir. Çünki kişinin xüsusən mən yaşa gələndə 45 yaşından sonra ən yaxın dostu onun həyat yoldaşıdır. Fərhad Pərvizini daha çox sevirsiniz yoxsa Potensialisti? Sosial mediada özüm olmağı bacarıram və çox da vecimə dalmıram. Digərləri mənim barəmdə nə fikirləşir, nə fikirləşmir. Salam, mən Hüseyn Nağıyev təqdimatında Üzləşmə Plusa baxış və bugünkü qonağımız Fərhad Pərvizi. Salam, xoş gəlmisiniz. Xoş gördük Hüseyn bəy. Fərhad Pərvizi kimdir və uşaqlıqda böyüyəndə kim olacaqsan sualına nə cavab verirdin? Babam memar olduğuna görə məndə də daim olaraq memar olmaq ideyası var idi. Yəni hamı bu istiqamətdə məni yönəldirdi. 11-ci sinif ortasına kimi mən memarlığa hazırlaşırdım. Baxmayaraq ki, daxilimdə daim olaraq nəsə deyirdi ki, memarlıq sənlik deyil, Fərhad. Niyə görə? Mənim babam Azərbaycan Məktəb memarı Pərviz Hüseynovdur və onun anasını belə görmüşdüm, ulu nənəmi. Və o mənə danışırdı ki, o hətta balaca uşaq olanda 4-5 yaşında ondan xəmir oğurluyurdu və həmin xəmirlərdən fiqurlar düzəldirdi. Artıq məktəbdə oxuyanda onun heykəltaraşlıq nümunələri Moskvaya göndərilirdi, orada müsabiqələrdə qalib gəlirdi. Mən də artıq 15 yaşımda idim, düşündüm ki, mən ömrümdə heç vaxt belə bir şey etməmişəm də. Yəni məndə bu istedad yoxdur, əslində bu istək də yoxdur və bu kreativlik də yoxdur. Və 11-ci sinifin ortasında, yanvar ayında mən memarlığa hazırlaşmağı yox, artıq 5-ci qrup inzibati idarə etməyə hazırlaşmağa başladım. Menecment oxumağa. Çünki bunu çox sevirəm və bunu çox bəyənirdim. Və bütün fənləri dəyişdim, bütün hazırlıqları dəyişdim və bu istiqamətdə yolumu davam etdim. Düşünürəm ki, yaxşıdır ki, o istiqamətdə getmədim. Çünki heç nə alınmayacaqdı məndə o zaman. Bəs niyə menecment? Bax, dediniz ki, mən hələ kreativ şeylər eləməmişəm, uşaqlıqda bunlarla məşğul olmamışam və başa düşdüm ki, memarlıq mənlik deyil. Bəs menecmentin sizlik olduğunu hardan aşkar elədiniz? Mən artıq hələ yanvar ayında, 15 yaşım 98-ci yanvar ayında işə düzəlirəm, hələ məktəbdə oxuyaraq. Orada tərcüməçilik edirdim, logistika koordinasiyasını edirdim və biznesə qoşulmuşdum. Və 98-ci üçün biznesin idarə edilməsi təzə formalaşan bir elmidir. Və bu xoşuma gəlirdi, pul qazanmağı sevirdim. Mən düşündüm ki, idarə etmə, pul qazanmaq, biznesin idarə olunması prinsipcə yaxşı fikirdir. Və bu da məndə hardasa bu fikri gətirdi ki, yaxşıdır ki, o işə düzəldim və bu da məni gələcək həyatımı istiqamətləndirdi. Bəs yaxşı, indiki vəziyyətə və indiki vaxta qayıtsaq, Fərhad Pərvizini daha çox sevirsiniz yoxsa Potensialisti? Çox da fərqləndirmirəm Fərhad Pərvizi ilə Potensialisti. Çünki dediyim kimi, bilirsiniz, bu mənim üçün həmişə hobbi olubdur. Mən hansı bir obraz qurmağa çalışmamışam. Bəlkə problem də orasındadır. Ona görə beynimdə nə varsa, fikirlərim nə varsa onu da deyirəm və kimsə bu qıcıqlandırır, kimsə bunu bəyənir. Ən sevdiyim məqam məhz odur ki, sosial mediada özüm olmağı bacarıram və çox da vecimə dalmıram. Digərləri mənim barəmdə nə fikirləşir, nə fikirləşmir. Məni tanıyan insanlardan soruşsanız deyirlər, Fərhad həyatda nə deyirsə orada da eyni şey deyir. Başqa bir rol oynamır. Instagramda Potensialist adıyla bir iqtisadiyyat üzrə ixtisaslaşmış mütəxəssis, belə deyim, ailə məişət və digər Azərbaycana olan aid münasibətlər, bunlar haqqında niyə danışır? Potensialist öz-özlüyündə kimdir? Bunu mən coaching oxuyanda xaricdən gəlmiş bir təlimçimiz var idi. O belə bir sonuncu gündə 4 modulluq bir kurs idi, uzun müddət çəkirdi və o sonunda we are human potentialist koçları belə adlandırdı. Biz insan potensialçılarıyıq. İnsanların öz maksimuma çatmağı kömək edən insanlarıq koç olaraq. Bu söz yadımda qaldı o zaman və mən artıq hardasa
40 yaşlarım ətrafında özümün axtarışına çıxanda, Fərhad kimdir sualının axtarışına çıxanda bu mənə hardasa refleksiya olundu bu söz məndə. Çünki mən ömür boyu harda olmuşamsa, daim olaraq ətrafdakı insanların öz maksimuma çatmağına kömək etməyə çalışmışam. 25 yaşın artıq rəhbər vəzifələrdə işləmişəm. Daim olaraq insanların inkişaf etməsinə, həm əməkdaşların, həm dostlarımın, daim olaraq onları tətikləmişəm, itələmişəm. Get qabağa, get qabağa. Öz ailəmdə də eyni şey. Hamının ən yaxşı fiziki formada, ən xoşbəxt və ən varlı formada görmək istəmişəm və bu istiqamətlərdə ona yönəlmişəm. Həmişə bunu ödənişsiz eləmişəm. Yəni bu mənim daxilimdən gələn bir istəkdir. Və bu potensialist oradan gəlir. Əslində biraz çətin bir sözdür öz-özlüyündə. O vaxt marketinqi düşünmürdüm. Onsuz da bilirdin ki, məni axtaranlar gəlib tapacaqdı, axtarmayanlar da ümumiyyətlə maraqlı deyil. Plus-minus da bu formada bir il ərzində hardasa 1000 nəfər izləyicidən 100 min artıq keçmişik. Görsənən odur ki, insanlara bu maraqlıdır. İndi sizin sualınıza gəlir. Niyə görə? Maliyyə, iqtisadiyyat, biznes adamı digər mövzulara da toxunur. Mənim maraq dairəm xoşbəxt, uzun həyat yaşamaqdır. Və uzun deyəndə daha çox keyfiyyətli həyat nəzərdə tuturam. Cavanlığı maksimum artırmaqdır. Yəni mən 90 yaşında 50 yaşındakı kimi görünüm. Uzun yaşam mənə o lazım deyil ki, mən 60 yaşına kimi yaxşı yolum, sonra növbəti 60 ili sadəcə qocalıq keçirim də, bu mənə maraqlı deyil. Mən növbəti 60 ili də cavan yaşamaq istəyirəm. Fiziki, mənəvi. Bunun üçün 3 fundamental vacib bir məqam var kişi üçün xüsusən. Birinci pulun olmalıdır. Çünki bunlar bahalı şeylərdir. İdmandır, düzgün qidalanmadır, səyahətlərdir, stressdən uzaq olmaqdır. Pulun yoxdursa heç biri bu olmayacaqdır. Bu məndə var. İqtisadiyyat, biznes, maliyyə, investisiya yönümlü. Bu istiqamətdə digərlərindən tam təmənnasız olaraq dəstək göstərirəm. İkinci istiqamət sağlamlıqdır. Hal-hazırdakı startupım da oyla bağlıdır. J1 startupı. Sırf cavanlığın uzadılması ilə bağlı Azərbaycanda ilk belə bir layihə olacaqdır. Onun üzərində fokuslanıram. Üçüncüsü isə ümumi həyat xoşbəxtliyi fikirləridir. Və əgər bir statistikaya baxsaq, kişilər üçün evlilik çox vacibdir. Yəni keyfiyyətli münasibət qurmaq çox vacibdir. Çünki kişinin, xüsusən mən yaşa gələndə 45 yaşından sonra ən yaxın dostu onun həyat yoldaşıdır. 75% kişinin ən yaxın dostu onun həyat yoldaşıdır. Yalnız 25% qadının ən yaxın dostu onun həyat yoldaşıdır. Bu da var. Qadınlar daha çox sosiallaşa bildiyinə görə, daha yaxşı qrup yaratdığına görə onlara prinsipcə kişilərə çox da ehtiyac yoxdur. Onlar öz-özlüyündə də xoşbəxt ola bilirlər. Bizim üçün bu tərsinədir. Biz daim olaraq sevilmək, qayğıya qalınmaq istəyirik. Və bu istiqamətdə, çünki bu komponent olmalı, okey, pulun olduğu, sağlamlığın olduğu, amma bədbəxt həyat sürdüyündə sevdiyin bir insan olmasın, sən sevdiyin və sevildiyini hiss etdiyin insan olmasa, həyatın keyfiyyəti də o deyil. Və ona görə bütün bu üç istiqamətdə çoxlu araşdırmalarım var. Uzun müddətli maliyyə iqtisadiyyatı araşdırırdım, 20 yaşından bu tərəfə, 40 yaşından sonra daha çox bu boşanma prosesi oldu, o zaman ona rəfiyə düşdü. Yəni ki, bunu anlamağa çalışdım ki, mən nə isə düzgün etdim, nə isə səhv etdim. Və son bir ilim sırf artıq sağlamlıq, longevity məsələsinə, cavanlığın artırılmasına bu istiqamətdə yönəlmiş bir araşdırma mövzum odur. Amma xoşbəxtliyiniz dediniz, amma bildiyim qədərilə boşanmısınız. Bəli, 3 il öncə bəli. Bəs ortada o boşluq yaratmır boşanmağınız ki, sizin yanınızda sizi xoşbəxt edən bir qadın yoxdur. Əlbəttə ki, daxilimdə bir boşluq var. Yəni ki, bu boşluğu doldurmaq istəyirəm. Yəni ki, bu istiqamətdə araşdırıram, düşünürəm, dənləyirəm. Nəsə alınır, nəsə alınmır. Və bu yolu işıqlandırıram. Digərləri üçün də nəsə maraqlı ola bilər. Və bu səbəbdən də bu paylaşımları edirəm. Niyəsə görə bu mövzuda da, o mənim şəxsi sadəcə fikrimdir və niyəsə görə evlilikdən, ailədən, boşanmadan, ər-arvad münasibətindən danışan orta yaş kişilərin bir çoxu boşanandan sonra bunun haqqında danışır. Mən onu anlamıram ki, niyə görə danışmamalıyıq? Çünki hansısa bir uğursuzluqdan keçmiş. Toğrul hətta öz startupların uğursuzluğundan da danışır. Sadəcə bu çox da cəmiyyət üçün maraqlı deyil. Yəni ki, 20 milyon qaldırdım, uduzdum, 5 milyon qaldırdım, uduzdum. Bu sırf biznes insanlar üçün maraqlıdır. Bu çox vacibdir. Toğrulla 2 dənə podkastımız oldu. Bir dəfə mən onu qonaq çağırmışam, bir dəfə o məni qonaq çağırıbdı. Bizim dünya baxışımız biraz müxtəlifdir. O bir cür model görür, münasibət qurucu, mən başqa cür model görürəm. Məni Toğrulda valeh edən fundamental o faktordur ki, çoxlu uğursuz startuplardan sonra insan qırılmır, yoluna davam edir və davam edir, uğurla davam edir. Yəni ki, artıq 20 milyon dollarlıq
maliyyə qaldırıbdı növbəti startapına. Ondan əvvəl heç bir dənə uğurlu startap yoxdur. Bir də buna görə insana valeh olmaq olar ki, həyat onu qırmır, sındırmır. Yəni ki, bu mərdlik, cəsarət məni valeh edir. Digər mövzularda razılaşdığımız və razılaşmadığımız mövzular var. Və dediyim kimi, biz buradan pul qazanmırıq. Sadəcə öz fikirlərimizi paylaşırıq, təcrübələrimizi paylaşırıq. Müşfiq Ötkün də nəsə bu ətrafda deyir. Digərləri də kvalifikasiya olan və olmayan blogerlər falanlar hamı bu barədə danışır. The Economist jurnalı var. Dünyanın bir nömrəli iqtisadiyyat jurnalıdır. 2018-ci ildə onlar tənhalıq epidemiyası, loneliness epidemiyası barədə və onun iqtisadiyyata təsirləri barədə yazmışdı. Və mənə deyəndə ki, sən niyə görə iqtisadçı olaraq ailə məişət məsələlərinə girişirsən, mən bunu yorulmuşam izah etmək ki, cəmiyyətdə. Bu iqtisadiyyatın fundamental bir növrəsidir. Əgər biz tənhalıq epidemiyasının qarşısını ala bilməsək, ailə institutunu qoruya bilməsək, bizim iqtisadiyyatımız üçün, bizim cəmiyyətimiz üçün, bizim dəyərlərimiz üçün yaxşı heç nə olmayacaqdır. Çünki hər şey sonda iqtisadiyyatda insanın istehlakı üçün nəzərdə tutulubdur. Yəni ki, biz istifadə edək, bizə bu dəyər qatsın, bizim həyatımız yaxşılaşsın. Əgər uşaqlar olmayacaqsa, heç kimə lazım deyil bu dünya. Biz get-gedə öləcəyik və dünya sadəcə yenə də heyvanlara qalacaqdır. Bunu istəyənlər əlbəttə ki, davam edə bilərlər yolunu. Azğınlaşmış yollarına davam edə bilərlər. Deyə bilərlər ki, biz özümüz də təklikdə də xoşbəxt ola bilərik. Lazım deyil bizə heç kim, nə kişi, nə qadın falan bir-birinə qarşı bu aqressiyanı, bu cəmiyyətdə parçalama yarada bilərlər. Mən bunu istəmirəm. Çünki bunun nəticəsini görmüşəm. Amma niyə ən çox, belə deyim də, müasir, daha çox oxumuş, ətrafımda olanlardan bunu deyirəm əslində, yəni beynimdə bir analiz edib deyirəm. Tanıdığım bir çox deməyim, az bir hissə var, amma yenə də var əvvəlki dövrlərə baxsaq. Bir çox gənclər, müasir gənclər və oxumuş gənclər evləndikdən sonra indiki dövrdə daha çox child free anlayışını gətiriblər və bu get-gedə də arta-arta yəqin ki, eşidərsiniz, bilərsiniz. Bu gedir. Bəs insanlar ağıllaşdıqca, bunları hər şeyi dərk etmişkən, niyə child free-yə üst tuturlar da bunları da itirirlər? Çünki müasir təbliğat tənbəl cəmiyyət böyüdübdür. Z nəsli işləmək istəmir. 15 saat, 16 saat gündə. Özünə əziyyət vermək istəmir. Bu ağıldan gələn deyil, bu tənbəllikdən gələn bir istəkdir. Uşaq böyütmək çox çətindir. Və məhz buna görə insan biologiyası, anatomiyası ona yönəlib ki, qadınlar sadəcə uşaq doğmaq istəyir. Soruşsan, niyə görə cavabını tapa bilməyəcəkdir? Sadəcə instinktivdir, analıq instinktivdir. Uşağın saçını yeyəndə orada xüsusi onun aroması var, hansı ki, qadında oksitosini və xoşbəxtlik hormonlarını qaldırır. Uşaq doğulanda kişinin testosteronu azalır. Ki, yəni sakitləşin. Səni bütün təbiət 200 min təkamül boyu düzəldib ki, sən fokuslanasan uşağı, onun böyüdülməsinə fokuslanasan. İndi ki, biz bu təbiətə qarşı gəlirik öz-özlüyündə. Hər hamı deyir ki, təbiətə qarşı gəlmək lazımdır. Tez evlənməyin, mən nə bilim, öz cinsinizi 14 yaşında təyin edin, falan zırtpır və bu istiqamətdə bu progressivistlərin, solçuların 70-ci, 80-ci illərdən başlayan bir prosesdir. Adını progressivist qoyublar, güya yaxşı səslənir, amma bu progressivist həmçinin biologiyadan da uzaqlaşmaq deməkdir. Və biz hamını biologiyadan uzaqlaşdıraraq rahat, özün üçün yaşa, sənin üçün yaxşı olsun. Və bu fəlsəfəni yürüdərək, əlbəttə ki, heç kim uşaq dünyaya gətirməyəcəkdir. Əhalinin stabil qalması üçün ailədə 2,1 uşaq olmalıdır ortalama. Yəni ki, 75% ailədə ən azı 2 uşaq olmalıdır, 25%də 33 uşaq olmalıdır ki, əhali stabil qalsın. 2,1-dən aşağı düşəndə fertility rate dediyimiz artıq nəsil kəsilməyə doğru gedir. Avropada artıq 1,5-ə düşübdür. Bu o deməkdir ki, 3 nəsildən sonra Avropalılar qalmayacaqdır sadəcə olaraq. İndi uşaq dünyaya gətirənlər əsasən ortodoks xristianlar, müsəlmanlar, bir də yəhudilərdir. Yəni ki, bilmirəm Allahın planıdır bu belə yoxsa yox, amma dünya o tərəfə gedir ki, hamısı bir dildə, bir din istiqamətdə Abrahamic religionsda dediyimiz o istiqamətdə özünü tapacaqdır, görsənən odur. Siz bayaqların bir söz istifadə ediniz ki, 1000 followerdən bu mövzulara toxunduqdan sonra 100 minə qədər qalxdı izləyicilərimiz. Bir növ alqoritmdən oynadınız sayıla bilər ki, bu danışdığımız mövzular, münasibətlər, ailə mövzuları qismən necəsə təsir eləyir və alqoritmə və sizə daha çox izləyici qazandırır və bunu da buna görə etmisiniz deyə bilərik. Mən bu yaxınlarda bir uğur qazanmış influencer deyək də bir insanın videosu qarşıma gəldi. Art Sinatrov. O deyirdi ki,
uğur qazanmaq istəyirsinizsə, sizə maraqlı olan mövzular barədə danışın. Və çox da vecinizi almayın başqa şey. Nə keyfiyyətli kamera, nə super montaj heç nə lazım deyil. Sadəcə nəyi sevirsinizsə, o barədə danışın. Onda uğur qazanacaqsınız sosial mediada. Səmimi olun, özünüz olun. Və mən düşündüm ki, bu hobbi olduğum üçün harda gəldim, video çəkdirəm, maşında video çəkdirəm. Bir qəpik pul xərcləmirəm, nə reklamda, nə də video çəkilişlərə. Sadəcə podkast üçün oradansa bir xərclər çıxır, budur. Amma bütün Instagram reellərim falanım sırf olaraq mənim daxildən gələn istəyim və maraqlarım üzərində qurulubdur. Və mən düşünürəm bəlkə insanlar bunu dəyərləndirir. Bu xoşlarına gəlir ki, qeyri-standart düşüncə, başqa bir perspektiv göstərə bilirəm və insanlar öyrənirlər. 8 yaşından tutmuş auditoriyam, mənə uşaqlar yaxınlaşır, deyirlər ki, biz sizi izləyirik. Məktəblilər yaxınlaşır, mən uşaqlarım məktəbdən populyar insanam. Hamı onlara məni tərifləyir, öz uşaqlarıma məni tərifləyir. Tələbələr arasında eyni şey, mən çox sevinərəm. Mən əsas da auditoriyam onlardır. Həm öz həmyaşıdlarım, biraz məndən cavanlar artıq perspektivsiz bir insanlardır və öz həyatımızı yaşamışıq, onları dəyişmək, onlara təsir etmək mexanizmləri çox deyil. Amma cavanlar bizim gələcəyimizdir və onları alternativ bir fikir, alternativ bir düşüncə tərzinə gətirmək düşünürəm ki, mənim missiyam olmalıdır. Və düşünürsünüz ki, hal-hazırdakı o gənclər bir gün böyüyüb də sizə necəsə sizin indiki çəkdiyiniz videoların qarşılığında, sizin bu tərz tanınmışlığınızın qarşısında sizə hansısa bir maddi xeyir belə verə biləcəklər? Mən maddi xeyir onlardan gözləmirəm. Əsas özləri üçün xoşbəxt olsalar, yenə onların arasında bu dövlətin gələcək liderləri də ola bilər. Mən Azərbaycanım üçün çox can yandırıram. Və bütün bu xüsusən iqtisadi və maliyyə tərəfini biz bir xeyli sosializm yönümlü olmuşuq və bunun nəticəsini görmüşük. Yəni iqtisadiyyatımız böyümür, daha zəif inkişaf edir digərlərinə baxanda və mən də bu azad bazar prinsiplərini və digər iqtisadi düşüncə məktəblərini onlara aşılamaq istəyirəm ki, nə vaxtsa əgər onlar hər hansı bir vəzifəyə gələndə bu ideyalardan bəhrələnə bilsin. Mənim onlardan heç bir gözləntim yoxdur. Mənim onların yadında qalmaq kimi gözləntim yoxdur. Heç kim yadında qalmaq, ümumiyyətlə kimisə tərəfini xatırlamaq kimi bir nə ehtiyacım var, nə istəyim var. Səmimi cavab idi. Bəli, əlbəttə ki. Hamımız öləcək, biz heç kimik. Mən stoik fəlsəfəsinə çoxdan inanmışam. Kraliçə Elizavetanın nümunəsini götürürəm də 70 il kraliçə olubdu. 1 il öncə ölübdü. Gedin soruşun Londonlular heç xatırlayır onu yoxsa yox. Mən isə ümumiyyətlə də sadəcə sosial media influencerəm və cəmi 100 min dənə təkcə bir media platformada ümumilikdə 320 mindən çox izləyicim var. O da belə də. Amma menecment bir oxumuş və menecment bilən bir insanın daha çox bu sözləri istifadə eləməsi və bu elədikləri ilə sizin dediyiniz əslində mənə görə üst-üstə düşmür. Çünki siz menecment oxumusunuz, siz menecmenti bilirsiniz və bilirsiniz ki, mənim fikrimcə sizdə şuuraltı da ola bilər, bəlkə də bunu eləməyinizin səbəbi ki, siz bu məsləhətləriniz, yaxşı məsləhətlərinizdən, əlbəttə ki, demirəm pisdir bu və yaxud yox, ölkə üçün maarifləndirici, gənclər üçün maarifləndirməyə gedən heç bir kontent mənim üçün pis deyil, yaxşı var. Bu bayağı kontentlərin içindən hansısa belə bir maariflənmələri, nəyisə öyrənmələri əlbəttə ki, çox əladır, çox superdir. Amma necəsə onların sizə returning də vardı. Yəni sizə nə vaxtsa onlar gənc olsa belə, tələbə belə olsa, siz dediyiniz kimi hansısa bir vəzifəyə gələ bilərlər, hansısa bir yerlərə gələ bilərlər, sizdən hansısa bir konsultasiya ala bilərlər və o sizə geri dönüş ola bilər. Yaşamısınız ki, belə bir şeylər ki, sizi sosial platformalarda danışdığınız bu mövzulardan tanıyıblar və bu sizə necəsə maddi xeyir verib. Ya, olub hal-hazırda belə bir vəziyyət. Yəni sizin sosial şəbəkələrdəki fəaliyyətiniz sizə pul qazandırırmı? Məni bilikləri mənə pul qazandırır. Sosial mediada dediyim kimi mən bir xeyli bahayam. Biznes konsultasiyalarım saatı 500 manatdan 1000 manata qədər dəyişir də biznes nasıl olaraq. Sosial mediada bu insanlar deyirlər, yoxdurlar ki, bütün bu pulları mən ödəyə biləcək qabiliyyətində. Mən pulu tamamilə başqa yerlərdən qazanıram öz özlüyümdə. Sosial mediada daha çox bu mənim İngiliscə o give back, cəmiyyətə qaytardığım bir mövzudur. O iştirakdır. Ki insanlar özləri də bura gəlib çata bilsinlər. Bizim sosial mediada ümumiyyətlə əgər biz baxsaq, xoşbəxt olmayan insanlar xoşbəxtlik barədə danışır. Pul olmayan insanlar pul qazanmaq barədə danışır. Lakin əsl xoşbəxt olan insanlar qıraqdadılar. Əsl pul olan insanlar qıraqdadılar və heç kim öz sirrini açmaq istəmir.
Mən nəsə açmaq istəyirəm, danışmaq istəyirəm, olsun da. Bu səbəbdə mən deməzdim ki, sosial media mənə pul gətirir. Xeyr. Yəni ki, orada olan izləyicilərim heç bir əksəriyyəti mənə ödəniləcək məbləği ödəyə bilmir, qarşılaya bilmir onu. Hazırki Azərbaycan xalqının bilik səviyyəsi və maraq dairələri sizcə niyə məhz bu tip mövzulardan keçir? Yəni daha çox ailə münasibətləri maraqlandırır və münasibətlər ümumiyyətlə nələr baş verir daha çox bayağı dildə eşidilmək istəyirlər. Biraz daha çox elmi bir hansısa bir açıqlama verəndə onları sıxır ki, yəqin ki, bunu kontentlərinizdə necəsə analiz eləmisiniz və bu təfəkkür tendensiyası necə formalaşdı? Yəni Azərbaycanda sizcə cəmiyyət daha çox iqtisadi cəhətdən yoxsuldur, yoxsa düşüncə cəhətdən? Mən düşünmürəm ki, bu sırf Azərbaycan cəmiyyətinə bağlıdır. İstənilən dünyanın istənilən talk show deyirik də bunlara. Yəni ki, hansı sosial mövzuları əhatə edən televiziya şoularına baxsan, hər yerdə ən populyar onlardılar. Amerika olsun, Rusiya olsun, Malaxov olsun, bizdə Elgiz olsun, Amerikada Friday Night Show olsun, yəni ki, nədirsə, hamısı sadə həyat mövzuları ilə bağlıdır. Çünki bilirsiniz, siz və mən, siz də biznes adamısınız, biznesdən gəlirsiniz, sizin düşüncə tərziniz tamamilə fərqlidir. Bu insanlar cəmiyyətdə çoxlu təşkil edə bilmir. Yəni hamı biznesmen ola bilməz, hamı sahibkar ola bilməz. Bu maksimum 5% insana xas ola biləcək bir xarakter xüsusiyyəti ola bilər. Mərdlik, cəsarət, risk götürmə bacarığı, qorxmamaq, səbir etmək, fokuslanmaq. Əksər insanlar sadəcə həyatını kiməsə işləməkdən keçirəcəkdir və bu normaldır. Və bu istiqamətdə də milyonçu olmaq olar kiməsə işləyərək. İnsanlar yanlış düşünür ki, yalnız öz biznesini quraraq sən yaxşı pul qazana bilərsən. Başqalarını da işləyərək çox yaxşı pullar qazana bilirsən. Və onları həyatı 9-dan 6-ya kimi korporativ mühitdə getdilər, işlədilər, gəlib xoşbəxt ailələrinə qoşuldular, uşaqlarını öpdülər, axşam yeməyini yedilər. Və mən düşünürəm ki, onlar bəlkə sizdən və məndən daha xoşbəxtdirlər. Çünki onlarda bizim overthink, yəni lazımsız dərəcədə hər bir şeyi hiperanaliz edib, çoxlu düşünmə ehtiyacları yoxdur. Beyinləri daha az yorulurlar. Yəni ki, xoşbəxt həyatlarını davam edirlər. Siz düşünürsünüz ki, mənim bu qədər münasibət barədə oxumağı mənə hansı bir xüsusi xoşbəxtlik və rahatlıq gətirdi. Xeyr. Əslində hər şey daha da çox çətinləşdirir. Yaxşı keyfiyyətli münasibətin nə qədər çətin olduğunu anladım və bu idealın arxasıca qaçmaq kimi bir tendensiya yaranıb məndə və anlayıram ki, mümkün deyil, amma yenə də istəyirəm və buna görə özümü xoşbəxt hiss eləmirəm. Daha çox bildikcə daha çox analiz edirsiniz və daha dərin baxırsınız. Bilirsiniz, mən nəyə bunu oxşadıram? Paganini götürək. Əvvəlcə Ferrari-də işləyib, oradan qovalayıblar, Lamborghini-də oradan qovalayıblar. O deyir ki, mən belə bir mükəmməl bir maşın yaradacağam da ki, sən hamı oturanda ondan yəni vali olsun da o maşını. Yaradır o maşını, Paganini yaradır. Çox gözəl maşını, çox bahalıdır. 10 milyonlarla dollar qiyməti var. Amma sən onun içinə oturanda səs-küydən, narahatlıqdan maşını sürə bilmirsən sadəcə olaraq. O maşın sadəcə belə də kompozisiya kimidir. Yəni evdə bahalı bir villanın ortasında qoyasan maşını qarajda və dostların gələndə onu göstərəsən. Amma get oyuna çörək dalısıcan, ya da get oyuna Qubaya səyahətə, ailəvi apar, uşaqlar otur. Mümkün deyil. Ya, çox düşünən insanların düşünürəm ən böyük problemi budur. Biz beynimizdə Pagani qururuq. Hansı ki, sonra heç kim istifadə edə bilmir. Yəni ki, özün də istifadə edə bilmirsən. Sən o maşını sürə bilmirsən. Gündəlik həyatı rahat yaşaya bilmirsən. Ya, biz buna gətirib çıxarır və bu təsvirlər olsun ki, bizi xoşbəxt eləmir. Əslində geri çəkir. Və mən hardasa bunun anlamına gəlirəm ki, həddindən çox bilmək də əslində çox da yaxşı deyil. Həddindən çox düşünmək də yaxşı deyil. Sosial mediadakı yenə də son sualım belədir ki, gənclərdən danışdıq, verdiyimiz mesajlardan danışdıq və sizcə Fərhad Pərvizidən gənclər nə öyrənsin? Sizin dediyiniz bütün hamısının bir qısalaşdırsaq və başlıq qoysaq, Fərhad Pərvizidən nə öyrənməlidirlər? Əsasən də gənclər, sizi izləyən gənclər. Özünü tanımağı mən düşünürəm. İnsan doğulanda bizim öz təməl ayarlarımız olur. Lakin böyüdükcə kainat, cəmiyyət, valideynlər, ətraf, mühit bizə öz ayarlarını yükləməyə çalışır. Valideynlər öz travmalarından çıxış edərək bizə nəyisə öyrədir və ya öyrətmir. Əgər hansısa bir dini ətrafda mühitdə böyürsə, yəni ki, bu öz təsirini göstərir. Sonra məktəbə gedir, orada dostlar varsa, yoldan çıxara bilər ya da ki, düzgün yola apara bilər. Və hardasa öz orta yaşlarınıza çatanda siz artıq başlayırsınız kimlik böhranını keçirməyə. Mən axı kiməm? Bu sualın axtarışına çıxırıq. Çünki bu sualına cavab tapmadıqda bizdə özümüzü qəbullama prosesi baş vermir. Özünü qəbullama prosesi baş verməyəndə özünə sevgi olmur.
Və özünü sevməyən insan heç kimi sevə bilmir. Və bu istiqamətdə mən düşünürəm ki, biz cəmiyyətin, valideynlərin ayarlarını ayırmalıyıq, öz təməl ayarlarımızı tapmalıyıq, öz kimliyimizi tapmalıyıq, qəbul etməliyik onu və onun üzərindən yolumuza davam etməliyik. Bunu etmədikcə mən düşünürəm tam fərqindəli həyat mümkün deyil sadəcə olaraq. Kiminsə həyatını yaşayacağıq və həyatımızın sonuna yaxın, ikinci etapına yaxın düşünəcək ki, mən niyə görə ümumiyyətlə yaşayıram? Existential crisis dediyimizdə kimlik böhranı. Onu yaşayacaq. Mən istərdim ki, cavanlar mənə bu sualı sən kimsən Fərhad 40 yaşımda verdilər. Mən də bu sualı onlara 20 yaşın altında verirəm ki, onlar bunu tapsınlar. Kimsə deyir ki, mən kişiyəm, qadınam, müəlliməm, şagirdəm, atayam, anayam. Bunlar deyirəm, bu sizin rollarınızdır, bu sizin kimliyiniz deyil. Sizin həyatda çoxlu rollarınız var. Bu sizin kimliyinizi təyin etmir. Siz həqiqi öz missiyanızı tapmalısınız. Necə ki, hər bir şirkətin missiyası var. Mən bu dünyaya niyə görə mən bu dünyaya gəlmişəm? Bu sualın cavabıdır. İndi eyni şey də insanlara aiddir. Siz öz missiyanızı tapandan sonra xoşbəxtliyə aparan yolda olacaqsınız. Xoşbəxtlik nədir? Mən öz missiyamı icra yolunda aldığım müvəffəqiyyətlərdir. Xoşbəxtlikdir mənim fikrimcə. Mən bilirəm hara gedirəm və o əgər yolu gedirəmsə mən xoşbəxtəm. O yollarda əlbəttə ki, çətinliklər ola bilər, uğursuzluqlar ola bilər. Amma bilirsən ki, sən o yolu gedirsən, onda xoşbəxt olacaqsan. Əgər bilmirsən hansı yolu gedirsən, heç vaxt xoşbəxt olmayacaqsan. Sevinçisi keçirə bilərsən, o yolda həzlər ola bilər. Amma xoşbəxt olmayacaqsan. Biraz da keçək iqtisadiyyatdan danışaq, iqtisadi məsələlərdən danışaq və iqtisadiyyatda hal-hazırda ən çox istifadə olunan söz vəhşi kapitalizm. Vəhşi kapitalizm Azərbaycanda hökm sürür deyə bilərik. Azərbaycanda ümumiyyətlə kapitalizm yoxdur. Azərbaycanda ümumiyyətlə bazar iqtisadiyyatı yoxdur. Azərbaycan daha çox sosialistik, trotskist ideyaları ilə yaşayır. Bizdə iqtisadiyyatın 70% dövlətin əlindədir və dövlət şirkətlərinin əlindədir. Əhalinin 70%-dən çoxsu ya dövlətdə, ya da dövlət şirkətlərində çalışır. Qalan o 30%-dan 20%-i böyük holdinqlərə çalışır və yerdə qalan 10% sırf olaraq dediyimiz o azad bazar kapitalizmin çərçivəsində fəaliyyət göstərir. Azərbaycanda ümumiyyətlə nə kapitalizm var, nə bazar iqtisadiyyatı var. Bu dediyimiz faizlər rəsmi statistikada Bəli. 70% çalışır. Bəli. Əmək müqavilələrinin 70%-i ya dövlətləndə, ya dövlət strukturları, yəni işəmuz işçilər əksərən ya dövlətdə çalışır, ya da dövlət şirkətləri. Bu SSRİ vaxtından çox da şey dəyişməyibdir. Azərbaycan sosializmdə yaşayır. Ona görə mən deyəndə ki, Azərbaycanda kapitalistik quruluş məhz buna səbəbdir ki, bizim iqtisadiyyatımız bütün regionda ən geridə qalandır, maaşlarımız artmır. Deyirəm çünki bizdə kapitalizm yoxdur. Azad bazar kapitalizmi yoxdur. Səbəbi məhz buradadır. Sosializmdir. Çünki sosializm hamı bərabər edir, amma hamını kasıbçılıqda bərabər edir. Sizcə hamı kasıbdır? Yəni, əksər insanlar kasıbdır. Dediyim kimi, ÜDM-ə baxmaq lazımdır. Ümumdaxili məhsul. Ümumdaxili məhsul nədir? Ümumdaxili məhsul Azərbaycanda istehsal olunan malların və xidmətlərin məcmu dəyəridir. Manatla və ya dollarla. Azərbaycanlılar nə qədər mal və xidmət ölkə daxilində istehsal edə bilir. $8.500 da adam başına düşən illik ÜDM, yəni ki, Azərbaycanda bir insan ortalama $8.500 mal və xidmət istehsal edir. Onun yarısı gəlir neft-qaz sektorundan və buna bağlı sektorlardan. Yerdə qalır $4.000. Bunu da aylıq böləndə orta statistik Azərbaycanlı ayda 600 manatlıq mal və xidmət istehsal edir. Özünüz baxın. Sən yenə 600 manatlıq mal istehsal edirsənsə, sənin gəlirin olacaqdır. Amma bir dənə mövzu var. Azərbaycanda daha çox bölgələrini nəzərdə tutsaq, heç nə rəsmi müqavilələr, rəsmi çeklər üzərində deyil axı. Bu statistikanın aparılmasının nə dərəcədə düzgün? Məsəl üçün deyirəm, rayon insanları daha çox bazarlardan, daha çox belə deyim, öz alverlərini belə bazarda eləyir. Məsələn, malqaradır, malqaranı gedib mal bazarında satır və orada heç bir rəsmi faktura və qaymə falan tərtib olunmur və bu heç harda qeyd olunmur və ölkənin aşağı-yuxarı 7 milyon, 6 milyon yarımı belə götürəndə əgər rayonlarda yaşayırsa və bu proseslərin faiz rəsmi deyil mənə görə, amma atıram beynimdə olan rəqəm ki, yəqin siz də mənə razı olarsınız. 50-60% qeyri-rəsmi yollarla, hətta daha çoxu rayon yerlərində daha çox əlbəl ver və fakturasız və heç bir vergisiz olan bir proseslər gedir də bizdə. Və bunu demək, bu rəqəmləri doğrudan da bizim hal-hazırdakı ölkənin vəziyyətini göstərir.
Sırf iqtisadçı olaraq mən bilirəm ki, statistika daim olaraq manipulyasiya olunan bir mövzudur. Deyirlər, bizdə belə bir deyim var. Biri var yalan, biri də var statistika. O da var. Mən niyə görə həmişə ÜDM-ə fokuslanıram? Çünki hər bir dövlət üçün bu prestijlidir. Sənin ÜDM-in ümumi daxili məhsulun yüksək olsun. Və ona görə bütün statistik qurumlar bu ÜDM-in şişirdilməsinə yönəmli hər bir şey edirlər. Hətta ÜDM-in daxilində dediyimiz boz bazarın hansı hesablaması da ora daxildir. Yəni ki, onlar hansı bir metodologiyalı boz bazarında məhsul və xidmət istehsalını ora daxil edirlər. Və ona görə mən ÜDM-i niyə görə götürürəm? Çünki bilirəm öz-özlüyündə şişirdilmiş bir rəqəmdir. Manipulyasiya olunmuş bir rəqəmdir. Ona görə orta statistik maaşlara çox baxmıram, digər iqtisadi göstəricilərə baxmıram, ÜDM-ə baxıram. Çünki bilirəm ki, onu şişirdiblər. Və hətta bu şişirdilmiş ÜDM-lə belə əgər vəziyyət o qədər ürəkaçan deyilsə, bu artıq mənim üçün o göstəricidir ki, ümumiyyətlə vəziyyət ürəkaçan deyil. Məsələn, ölkədə orta təbəqə yoxdur deyənlər var. Siz bir iqtisadçı olaraq bu fikirlə razısınız? Orta təbəqə olmaq üçün nə qədər gəlir olmalıdır? Gəlin bu sualı siz mənə dəqiqləşdirin, mən sizə deyim. Məncə rayonlarda 1000-1500 arası, Bakıda 2000-3000 arası. Azərbaycanda orta statistik maaş 1200 manatdır vergilər daxil. Rayonlarda 600, 700, 800 manat civarında rayon anasından kasıbı səhv etmirəmsə qalxıdır. Sonuncu baxdığımda çoxdan da baxmıram, bir ilə yaxında baxmıram. Yəni ki, Bakıda orta maaş 1200-dür və biz orta maaşla median maaşı fərqləndirməliyik. Mən düşünürəm, median maaş açıqlamır. İzah edim sizə. Orta maaş nədir? Bakıda yaşayan bütün işə muzda, vaxta muzda olan işçilərin məcmu gəliri bölünsün onların sayı. 100 nəfər adam var, onların hər birinin maaşını toplayırlar və 100-ə bölürlər. Median nədir? Həmin o 100 nəfəri sıra ilə düzürlər ən aşağı maaşdan ən yuxarı maaşa və 50-cidəki 50-də olan, düz ortada olan insanın maaşını soruşurlar. Nədir? Və bu daha düzgün göstərici, nəinki ortalama. Çünki Azərbaycanda necədir? Bu 100 nəfəri qoşursunuz, 99-u 500 manat alır, 100-cüsü 1 milyon alır. Və 1 milyon plus 99 bölürsən 100-ə, çıxır ki, ortalama Azərbaycanda maaş, mən nə bilim də 500 mindir. Amma medianı götürsəz görəcəksiniz ki, median elə 1-dir. Çünki ortada duran insan yəni, o 1 alır, 1 milyon almır. Bir iqtisadçımız var, Aslan müəllim, oyuna debatda olmuşdu bir podkastda. O deyir, buna kələm dolması metodu deyir, amma mən onunla razı deyiləm. Misal üçün, əhalinin yarısı kələm yeyir, yarısı ət yeyir, ortalama hamı kələm dolması yeyir də belə çıxır. Amma bu belə deyil. Problem orasındadır ki, əhalinin 90% kələm yeyir, 9% ət yeyir və 1% private jetlərlə Fransaya gedib, orada kruasan alırlar və onun üzərinə ikra vururlar və onu yeyirlər. Belə çıxır ki, yəni ki, ortalama Azərbaycanlılar hardasa kruasanlı dolma yeyir də, bir balaca da qara kürə olan kruasanlı dolma yeyir. Yəni, təxminən vəziyyət elədir. Yəni, gəlirlərin qeyri-bərabər bölünməsi problemdir bütün sosialist ölkələrdə. Azərbaycanda insanların böyük qisminin borcda yaşamağı, borc içində qalması və belə deyim də borclu olması sizcə bu sistemin günahıdır, yoxsa insanların maliyyə savadsızlığından irəli gəlir? İnsanların maliyyə savadsızlığından irəli gəlir. Sistem daim olaraq sizi tətikləyəcək ki, siz onun köləsinə çevriləsiniz. Xüsusən bank sistemi. Siz daim olaraq kreditə oturmaq istəyəcəkdir. Baxın, kreditə münasibətim iki cürdür. Biri var sizin böyümənizə kömək edən kredit, yəni biznes krediti ki, sizə daha da çox pul gətirəcəkdir. Siz bunu investisiya yönümlü edirsiniz. Bu pulu götürürsünüz, nə investisiya edirsiniz, bu daha çox pul gətirir və bank bunu bir hissəsini banka, kapitalistə qaytarırsınız. Bu əladır. Bunsuz mümkün deyil. Çünki biznesin inkişafı üçün bu lazımdır. Biri var, mən yeni iPhone 17 Pro almaq istəyirəm. Mənim maaşım, gəlirim buna imkan vermir. Ağıllı insan, varlı insan telefona gəlir maksimum bir həftəliyini xərcləyər. Maşına gəlir maksimum 3 aylığını xərcləyər. Amma kasıb insan gedəcəkdir, ayağını yorğana görə uzatmayacaqdır. Kasıb düşüncədə olan insan gedəcəkdir. 5 illik kreditə maşın alacaqdır, 1 illik kreditə telefon alacaqdır, odur. Bu qısa müddətli düşüncə problemidir. Davranış iqtisadiyyatı bunu göstərir ki, insanlar uzun müddətli düşünə bilmir. Bugün və indi həzz almaq istəyir. Və onlardan soruşsanız çox rasional deyəcəklər. Şimdi nə edirəm? Qoy bugün yaxşı telefonum olsun, bugün yaxşı maşın sürüm. Dedimlər maşın A nöqtəsindən B nöqtəsinə səni aparacaqdır da. Özünü niyə görə bu qədər boş tələsinə salırsan? Ya da ipoteka kreditləri olsun. Ev almaq üçün çox vacibdir, əlbəttə ki, mən onu anlayıram. Amma 25 illik ipoteka girmək heç kimi məsləhət görmürəm, maksimum 15 illik. Yəni ki, 50-60 kvadrat alın, 100-150 kvadrat almayın. Yəni ki, maksimum
borcdan uzaq durun. Və bu məni təcrübələndirən bilirsiniz nədir? Mən bir müddət Dövlət Borcu İdarə Edilməsi Agentliyində çalışırdım və xarici borca nəzarət edirdim də 8 milyard dollarlıq bizim xarici borcumuz vardı. Və cənab prezidentin, Maliyyə nazirinin çox konservativ yanaşması var idi borca. Dedi ki, almayın borc, götürməyin heç kimdən borc. Sonra bizə heç kim heç nə deyə bilməsin. Bizim öz resurslarımız özümüzə bəsdir və Azərbaycanın xarici dövlət borcu çox aşağıdır ÜDM-də nisbətdə. Yəni bəlkə dünyada ən aşağı borclardan biridir. Çünki onlar anlayırlar ki, borc səni köləyə çevirir. Çünki sonra sənə başqa şərtlər irəli sürülə bilər. Amma nə üçünsə bu əhaliyə gəlib çatanda, yəni ki, biz necəsə son bir neçə ay çıxmaq şərti ilə nə kimi bunu dəstəkləmişik. Ya bu yaxınlarda Milli Məclisdə yeni qanun layihəsi çıxdı ki, sən borcu maaşının 5 mislindən çox ala bilməzsən, kredit ala bilməz. Çünki görürlər ki, insanlar köləkliyə doğru gedir, çevrilir. Və siyasi elitanın, xüsusən prezidentin buna yanaşması çox həssasdır. O istəmir bunun baş verməyini və məni çox sevindirdi ki, Milli Məclis bu ilə bağlı nəsə edir. Etməyin, hamıya da çağırış etməyin. Telefondur, zəng edəcəksiniz. Kamera kameradır. WhatsAppdır. Yəni isə bahalı 3-4 min manatlıq telefon lazım deyil. Egonuzu aşağı salın. Siz əgər iPhone-ları xərclədiyiniz pulu bazara yönəltsəydiniz, investisiya yönəltsəydiniz, misal üçün də 10 il əvvəl aldığınız iPhone-ları toplayaraq Nvidia-nın səhmlərini yatırsaydınız, bəlkə indi milyonçu olmuşdunuz artıq. Amma sizdə sadəcə köhnə telefonlar qalıbdı. Onu sata-sata yenisini almısınız. Başqa heç bir şey. Da bu düşüncə tərzindən özümüzü çəkindirməliyik. Bayaq bir söz istifadə edildinizə, insanların cəmi 5% sahibkar ola bilər də. Mənə də elə gəlir ki, bu sizin dedikləriniz, okey, hər şey düzdür, idealdır. Amma neçə faiz insan bunu dərk edə biləcək gücdədir və bilikdədir? Yəni, nə qədər insan bunu başa düşür, nə qədər insan bilir, oturub düşünə bilər ki, 10 il bundan qabaq ümumiyyətlə Azərbaycanda yaşayan orta bir statistik bir adam girib o səhmləri ala biləcək imkanda və bilik imkanından söhbət gedirdi. O ki, hansısa bir en məvacib ola bilərdi. Ona nə qədər əl çatan idi o səhmlərin bazarına girmək və nə qədər o savadlılığı var idi bu insanın ki, girib onu ala bilərdi. Çünki bizim cəmiyyətimizdə bir çox insanın belə şeylərdən xəbəri o vaxt olur ki, o xəbərə çevrilir. Yəni Bitcoin'in 50 min dollar, 20 min dollar o qalxan periodu ki var idi. Onda hamı bildi ki 2018-lərdə, 17-lərdə ki dünyada yəni bizim cəmiyyətin 95 və bəlkə 99% o momentdə bildi ki o qalxmağa başladı və jurnalistlər başladı bunu tirajlamağa, barbar televizorlar başladı xəbərlərdə bunu deməyə. O zaman bildilər ki Bitcoin nədir. Ona qədər bir insanlar bilmirdi Bitcoin nədir. Mənim əsas indi deyəcəyim, çatmaq istədiyim sual budur ki, bizim cəmiyyətimizdə olan insanlar 10 il sonraki prosesi indidən bilmələri üçün nə etməlidir, nəyi araşdırmalıdır, necə maariflənməlidir ki, bizim bu indi dediyimiz məsələ, hansı ki 10 il əvvəl pek olmayıb da peşman olmadığı şeyi indidən bilsin və 10 il sonraya addım atsın. Bizdə bütün istiqamətlərdə fail var da, yəni uğursuzluq var. Valideynlər öyrətmirlər uşaqlarına pul qazanmağı. Bu hardan gəlir çıxır? Sovet hökumətindən. Bizim valideynlər düşünür ki, ən yaxşı dövlət işidir. Get maaşı al. Budur. İkinci günahkar təhsil sistemimizdir. Biz uşaqlara Newtonun bütün qanunlarını öyrədirik, loqaritm öyrədirik, gic-gic faydasız biliklər veririk məktəblərdə. Maliyyə savadlığı öyrətmirik. İnvestisiya etməyi öyrətmirik. Ailə büdcəsini planlaşdırma. Niyə görə 11-ci sinifdə oxuyan uşaq düşünürsə ailə büdcəsini planlaşdıra bilməz? Çox bəsit bir şeydir. Siz nə etməlisiniz də? Fundament, hər şey çox asandır. Hər şey çox asandır. Siz ayda 100 dollar qırağa atsanız 20 yaşınızda işləməyə başlayaraq 45 yaşınızda bu 100 dollar 1,2 milyon dollar olacaqdır. Və bu 100 dollar ataraq sadəcə çox sadə şəkildə S&P 500 etibarlı Amerikan 500 top şirkətinin səhmlərini bağlamış indeksdir. 100 dollar ora atırsınız, 20-25 ildən sonra milyonçu çıxırsınız. Çox sadə şeydir. Bu 100 dollara mən hardan çıxara bilərəm? Düzgün ailə büdcəsini planlaşdırmasından. Bəli, mən hansı müddətdə yalnız düyü yeyəcəm. Mən hansı müddətdə yalnız kartof yeyəcəm. Mən kinoya getməyəcəm. Mən kofe içməyəcəm. Bütün məlumatını istifadə etməyəcəm. İçki içməyəcəm. Mən 20 il ərzində bu 100 dolları mən atacağam hər ay. Və 40 yaşıma çatanda 45 ay mənim hesabımda 1,2 milyon dollar olacaqdı. Mən ondan sonra qəşəng gəzəcəm. Bax, bunu öyrətmək lazımdır uşaqlara. Və bu çox asandır. Burada belə bir çətin bir şey yoxdur. Amma bizim bütün təhsil sistemimiz 70-ci illərdə qalıbdır. Hətta Sovet hökumətinin 70-ci illərində qalıbdır. Nəinki ABŞ-nin 70-ci illərində qalıbdır. Eyni şeyini süni intellektdən götürün. Süni intellekt
ChatGPT artıq ortaya çıxandan sonra Abu Dhabi, Çin, ABŞ növbəti ilin sentyabrından süni intellekti kurikuluma saldılar məktəblərdə öyrənməyə. Mənim tələbələrimdən biri indi Təhsil Nazir müavinidir də mən ona yazdım ki, siz nə edəcəksiniz? Yox, işləyirik. Mən sizə söz verirəm ki, növbədə 5 ildə də işin İnformatika olmayacaq. hələ də dərsləri keçirilmir. Yəni bəzi rayonlar, bölgələrdə informatika müəllimi yoxdur keçməyə. Yəni Gürcüstan bütün uşaqlara laptop hədiyyə edə bilir məktəblərə. Bizim imkanımız yoxdur. Uşaqlarımız hər bir uşağa laptop verək. İçində də ChatGPT-yə ödənişli subscription olsun, ya da içində Duolingo olsun ki, onda ingilis dilini öyrətsin pulsuz şəkildə. Edə bilmirik. Yəni ki, bunu imkanımız yoxdur. Gürcüstan eləyə bilir, biz eləyə bilmirik. Yəni ki, hamısı çoxlu ekskuzlar var da. Yəni özü üçün uydurublar. Ha bizdə bu alınmır, bizdə bürokrat. Yəni bürokrat sizsiniz də, siz yaradırsınız da bu bürokratiyanı. Siz vahid komanda şəklində işləyə bilmirsiniz məmurlar. Birləşərək ölkənin dövlətçiliyin vacib fundamental məsələlərini həll edə bilmirsiniz. İstər iqtisadi sahədə, istər elm təhsil sahəsində. Sadəcə öz şəxsi maraqlarınızı hamınız güdürsünüz və bu olana kimi heç nə olmayacaqdır. Mən bu ilə nəsə etmək qərarına gəldim əslində. Mən düşünürəm, mən əslində sentyabrda eləyəcəydim, vaxtım yoxdur. Sözün açığı, o longevity startup'ımı işə salıram. Yanvardan çox güman ki, onu eləyəcəm. Maliyyə və biznes savadlığı üzrə geniş miqyaslı bütün ölkəni əhatə edəcək bir proqram eləyəcəm. Mən özüm öyrədəcəm həm uşaqlara, həm cavanlara, həm yaşlılara necə büdcəni planlaşdırasan ki, mən 15% özümə saxlaya bilim və 15% mən necə investisiya edim ki, gələcəkdə yaxşı olsun hər şey. Sadəcə uzun müddətli düşünmək lazımdır. Xoşbəxtlik həmin o yoldur dediyim kimi. Həzlər sizi o xoşbəxtlikdən çəkindirə bilər. Mən bu gün gedərəm içki içərəm, bu gün gedərəm siqaret çəkərəm, həzz alaram. Amma bu sizi xoşbəxt etməyəcək sonda. Çünki siz qoca yaşlarınızda heç bir buna heç pulunuz da olmayacaqdır bütün bunları etmək. Bu mindset, dediyim düşüncə tərzi ilk olaraq bu burada dəyişməlidir. Mən bunu dəyişdirəcəm və sonra da alətlər verəcəm ki, bundan düzgün istifadə etsinlər. Economic Self-Defense Lessons kitabınızda özünü qorumağı öyrən deyirsiniz. Bəs həyatınızın hansı mərhələsində özünüzü qorumağı bacarmadınız? Həyat risklərlə doludur. Sən hər bir şeydən qoruna bilməzsən. Bəlkə mənim ən böyük səhvim odur ki, mən özümü lazımsız çox qorumuşam bəzi məqamlarda. Həmin o dediyim hiperanalitik beyin, özünü daima o həddindən çox düşünürsən. Bu sənin cəsarətli və mərdliyinə təsir edir. Başlayırsan lazımsız dərəcədə risklərin idarə olunmasına girişirsən və qərar qəbul etmirsən, qərar yubanmada çətinlik çəkirsən. Çünki həyatda baş verən bütün hadisələr iki yanaşma tərzi sürüyə bilərsiniz bunlara. Ya qurban moduna düşə bilərsiniz hər bir çətinlikdən. Niyə görə bu mənə baş verdi? Bu axı olmamalıdır. Mən belə yaxşı insanam ya da mən filandan beş məkanı. Bu qurban düşüncə tərzidir. Bu heç vaxt sizi produktivlə aparmaz. İkinci sual odur ki, özünüzə verə biləcəyiniz. Mən burada nə öyrəndim? Həyat mənə nə öyrətməyə çalışır? Və bu sual axtarışa çıxanda düşünürəm daha düzgün daha produktiv istiqamətdə özünüz yönəlmiş olacaqsınız. Ona görə keçmişimə qayıtsam daha çox deyərək özünü qoruma ilə hər şeydən. Yəni ki, daha çox icazə vergi ilə şillə şapalaq alasan bu həyatdan və bu dərsləri daha tez qavrayasan, daha tez öyrənəsən. Sizcə məşhurluq sizi dəyişdirmi və bugünkü Fərhad Pərvizi səmimi yoxsa hesablanmış bir obrazdır? Mən düşünürəm, hamımız bu paradigmada çıxış edirik. Mən düşünmürəm ki, mən hamı ilə səmimi olmalıyam, hər yerdə səmimi olmalıyam. Yəni, sən öz qalxanlarında, səmimiyyət nədir? O qalxanları açmaqdır. Mən bu qalxanları yalnız çox balaca bir kütlə açıram. Bu mənim sevdiyim insanlardır. Mən başqalarına tanımadığım insanlara bu qalxanlara açmaq kimi bir niyyətim yoxdur. Öz akvariumum var və həmin akvariuma çox da insan buraxmıram. O demək deyil ki, digər məqamlarda səmimi deyiləm. Sadəcə bir çox insanlar deyə bilər ki, Fərhad çox az danışır, çoxlu qulaq asır. Bəli, mən bunu edirəm. Özüm üçün özümü öyrənirəm. Digərlərinə qulaq asaraq, özümdə fərqindəlik yaradıram digərlərinə qulaq asaraq. Amma bu hesablanmış tərəfi budur. Amma o demək deyil ki, bu qeyri-səmimidir. Mən sadəcə ürəyimi hamıya açmıram və düşünmürəm ki, bu yaxşı idiyyatdır ümumiyyətlə.
Biz məşhur olandan sonra dəyişim, özünüzdə hansı bir dəyişim hiss edirsiniz? Məsələn, əvvəlkindən daha fərqli, yəni əvvəl vaxtlarda bu çıxışlarınızdan qabaq normalda küçədə getdiyiniz yerdə sizi tanımırdılarsa, bir qism insan tanıyırdısa ki, ətrafınızda networkiniz olan insan, indi bir çoxları artıq sizi tanıyır. Buna görə davranışınızı və yaxud hansısa bir geyiminizi və s. və ilaxır daha çox fikir verməyə başlamısınız? Xeyr, mən özümü həmişə kimi hiss eləyirəm. Dediyim kimi sosial mediada necəyəmsə, yəni ki, qəşəng geyinməyi həmişə sevmişəm. Məni tanıyan insanlar hər zaman bunu deyə bilər. Əlbəttə ki, nə vaxtsa cins və hoodie geydiyim vaxtlar da olubdu, cavanlıqda. Yəni amma son 40 yaşıma çatandan sonra mən düşünürəm hər bir yaşın, hər bir statusun özünə uyğun davranış və geyim tərzləri var və mən bunu davam edirəm. Bu asılı deyil mənim sosial mediada populyar olub olmamağımdan, sadəcə özümü necə komfortlu hiss edirəmsə, o formada da geyinirəm və davranış göstərirəm. Son sual. Əgər sabahlarım sosial şəbəkələr bağlansa, Fərhad Pərvizi kim olaraq qalır? Fərhad Pərvizi olduğu olaraq qalır. Çox yaxşı bir hekayə eşitdim dünənləri. ABŞ-nin Müdafiə Naziri müavini bir hekayə danışırdı. Deyir ki, bir konfransda hər il o konfrans keçirilir. Məni də Müdafiə Naziri müavini kimi dəvət ediblər bu konfransa. Məni private jet aparıb həmin o konfransda. Ora maşın, limuzin gəlibdi, düz təyyarənin qarşısında məni oturdublar. Oradan aparıblar konfrans zalına. Orada VIP çıxışdan keçmişəm, oturmuşam kresloda, mənə kofe gətirib verdilər. Deyir, çox gözəl. Lakin artıq bir ildən sonra mənim səlahiyyətlərim bitir və mən artıq Müdafiə Naziri müavini deyiləm. Və məni yenə də o konfransa dəvət ediblər. İndi mən ekonom klassla uçuram orada, sırada dururam orada. Hamının keçdiyi qapıdan keçirəm içəri. Mən deyəndə ki, kofe harda var, mənə göstərirlər. Görürsən orada plastik stəkanlar var, get özünə kofe süzgünə. Deyir, mənim dəyərim məhz o plastik kofedir. Əvvəlki mənim sadəcə vəzifəmə və səlahiyyətimə bağlı bir privilegiyalı imtiyazlar idi. Amma mən əslində bu plastik stəkanım. Fərhad Pərvizin həyatında heç nə dəyişmir. Mən sosial mediada populyar olduğuma görə mənim həyatımda heç nə dəyişmir. Məni private jetdən heç kim aparmır, fast trackdan keçirmir, xüsusi kofe heç kim gətirib vermir. Mən də hamı kimi gedirəm, hansı stəkanda verirlərsə ondan içirəm. O perspektivdən mən nəyə layiqəmsə onu da indi də alıram. Sosial media buna heç cür təsir etmir. Çox sağ olun gəldiniz. Çox sağ olun fikirlərinizi bizimlə bölüşdünüz. Gələcək həyatınızda bol-bol uğur, dediyiniz məqsədin yolunda bol xoşbəxtçilik arzu edirəm sizə. Çox sağ olun dəvətiniz üçün, vaxtınız üçün. Bu videonun sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmanı, videonu bəyənib və dostlarla paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.